toxunum keçin bunun üstündən ki, əgər görsən günah edirsən, nemət çevrilmir. Çünki Allahın qanunu budur ki, günah elədin, nemət cəzaya çevrilməlidir. Əgər görsən ki, günah edirsən və nemətlər sənə tərəf gəlir, cəzaya çevrilmir, bəlaya çevrilmir, bu o deməkdir ki, Allah daha böyük cəza verir sənə. Quranda buyurur, insanı yavaş-yavaş apararam cəhənnəmə, başa düşməz. Heç xəbəri olmaz hara gedir. Bu istidrac qanunudur. Yəni Allah bəzən Allahın rəhmətindən uzaq düşən insanları, təbii bu hər kəsə şamil deyil, Allahın rəhmətindən uzaq düşən insanları tədricən cəhənnəmə tərəf aparar. Allah onlara o qədər nemət verər, elə bilərlər Allah onları çox istəyir, hər işləri yaxşı gedir, hər şeyləri hamıdan yaxşıdır, heç bir problem yox, xəstəsi yox, ruzi problemi yox, o hər şeyləri gözlədiklərindən də yaxşı gedir, amma günah yolundadır, həyatı günahla doludur və nemət də bu qədər çoxdursa, o demək ki, Allah tədricən bu insanı cəhənnəmə aparır. Bu təhlükəli haldır.